İstəyərdim ki, növbəti qonağımızı dəvət edəm. Azərbaycan Real Aikido İdman Klubunun prezidentinin birinci müavini, Milli Yığmanın üzvü, Neftçilər və Qara Qaray filiallarının rəhbəri, 3-cü Dan Qara Kəmər ustası, məşqçi İsrafil Məmmədbəyli qonağımızdır. Xoş gördük. İsrafil bəyi. Xoş gününüz olsun Rəvan bəy, salam aleyküm. Necəsiz? Çox sağ olun, yaxşıdır. Siz necəsiz? Yaxşı olasınız. Bugün dəvətimizi qəbul etdiyiniz üçün təşəkkür edirəm. İnanıram ki, bizi izləyən idman sevərlər üçün maraqlı, faydalı məsləhətləriniz olacaq. Dəvət etdiyinizə görə biz də sizə təşəkkürümüzü bildiririk. Real Aikido ailəsi adından salamlarımızı çatdırırıq sizə, xüsusən də Fariz müəllimin adından. Salamlayırıq Fariz Abdullayevi də. Minnətdarıq sizə. Var olun. Buyurun, əyləşin. Çox sağ olun. Necə gedir işlər? Və mən buradan fürsətdən istifadə edib Fariz Abdullayevi də salamlayıram, onun komandasını, sizin ümumiyyətlə komandanı salamlayıram. Biz ötən həftə sizin qonağınız olduq, Fariz bəyin qonağı olduq və nə yaxşı ki, Azərbaycanda sizin kimi fəxr ediləsi idmançılarımız var və idman sevənləri ekrana daha yaxın əyləşməyə dəvət edirəm. Biraz Real Aikido haqqında istəyərdim ki, idman növü ilə bağlı danışasınız. Özünü qoruma... Bəli. Özünü müdafiə döyüş sənəti sayılır, Real Aikido, hansı ki... Və xüsusən də mən orada xanımları daha çox gördüm. Bəli. Xanımlar daha çox üstünlük verir. Bəli, Havin, sən də göndərəcəm oraya. Özü müdafiə lazımdır hər zaman, istər bəyə, istər xanımlara. Xanımlar daha çox gördüm mən orada və sevindirici bir hal idi ki, biz xanımlardan orada müsahibə aldığımız zaman maşallah olsun, yetərincə uğurları, nailiyyətləri olan xanımlar var idi orada, idmançılarımız var idi. Özünüzdən eşitmək daha yaxşı olardı. Buyurun. Real Aikido, Aikidonun bazası əsasında yaradılmış özünü müdafiə döyüş sənəti sistemidir. Hansı ki, digər döyüş sənətlərindən, məsələn, judo, sambo, jiu-jitsu və digər döyüş sənətlərindən ən qaymaq fəndləri özündə cəmləyən hibrid bir döyüş sənəti sayılır. Bizim döyüş sənətinin, belə deyim, yaradıcısı Lyubomir Vracharoviç olmuşdur. Serbiyalı, əslən Serbiyalı general polkovnik. Özü 10-cu Dan Qara Kəmər ustasıdır və Real Aikidonun akademiki sayılır. Hansı ki, Real Aikidonun 92-ci ildə əsasını qoymuşdur. Və həmin döyüş sənətinin Aikidonun bir çox növü vardır. Hansı ki, 30-dan çox növü vardır dünyada. Real Aikido bunların içərisində ən sərti və küçək üçün ən praktiki olanı sayılır. Hansı ki, burada real sözü ona görə əlavə olunub ki, real küçə situasiyalarında istifadə oluna biləcək Aikido növü mənasına gəlir. Qeyd etdiniz ki, Rəvan bəy, bizdə xanımlar çoxdur. Bəli, bunu biz dəfələrlə dövlət tərəfindən keçirilmiş və bizi dəvət olunmuş yerlərə də gedəndə bunu dəfələrlə vurğulayıblar. Qeyd ediblər ki, bəli, sizdə xanımların sayı çoxdur və bu ildən ilə də artır. Bunun səbəbi onunla əlaqədardır ki, kişilərlə yanaşı xanımlarımız da özünü müdafiə etmək istəyindədirlər və burada, belə deyim, xanımlar nə qədər məşğul olsalar da kobud, belə deyim, bədən cizgilərinə sahib olmurlar. Öz xanım xatımlıqlarını, zərifliklərini saxlamaqla həm sağlamlıqlarının qeydinə qalırlar, həmçinin özlərini müdafiə etmiş olurlar. Yəni, bu formada. Təşəkkür edirəm və